Salam, hər vaxtınız xeyir. Demək, yemək borusunun böyük insanlarda ümumi uzunluğu 25-30 santimetrdir. Başlanğıcı yemək borusunun yuxarı sfinkteri ilə başlayır. Qutaracağında da bir sfinkter, yemək borusunun aşağı sfinkteri. Yemək borusunun yuxarı sfinkterinin təzyiqi, bazal təzyiqi həmişə bağlı olur. Aşağı sfinkterdə həmişə bağlı olur. Hər iki sfinkter həmişə bağlıdır. Ancaq udğunanda açılır. Açılır, qida keçir, su və qida udğununda keçir və o deməli keçən kimi də bağlanır, yemək borusu sfinkter bağlanır və yemək borusu onu ritmik, sinxron hərəkətlə qəbul olunan qidanı soxulcanvari hərəkətlə sığıya-sığıya, ətaləti ilə düşmür. Sığıya-sığıya deməli aparır, mədəyə tökür, aşağı deməli sfinkterdən keçmək şərti ilə və 3-5 saniyədən sonra necə udğunursan aşağı sfinkterdə sanki udğunur, yəni açılır və yığılır. Yemək borusunun yuxarı sfinkteri enlə zolaqlı əzələlərdən ibarətdir. İnervasiyası da ancaq deməli azan sinirinin simpatik inervasiyası ilə olur. Ancaq simpatik inervasiya ilə, simpatik kələflə. Amma aşağı sfinkter enlə zolaqlı əzələ yox, saya əzələdən ibarətdir. Yəni sfinkter bağlayan saya əzələdir. Deməli, bunun da inervasiyası ancaq azan sinirinin parasimpatik və intramural inervasiya ilə, yəni aurbux kələfi ilə deməli, orada transmitterin hesabına daim bazal gərginlik, miogen gərginlik, əzələ gərginliyi olur. 10-30 civə sütunu deməli, səviyyəsində. Yuxarı 60-80, aşağı 10-30. Xəstələrimiz çox şikayət edir ki, yemək borusunun aşağı sfinkterinin ya kardial çatmamazlığından, ya da yırtığından. Kardial çatmamazlıq müxtəlif faktorların təsirindən stres, əsəb, siqaret, alimentar, başqa xəstəliklər, somatik xəstəliklərin fonunda o sfinkteri saxlayan əzələnin və onu inervasiya edən sinirin degenerasiyası hesabına ola bilər. Degenerasiya, yəni onları daim tonusda saxlayan azot oksid, VIP, GIP. Bir də simpatik inervasiyanın azan sinirinin parasimpatik inervasiyanın stimullaşdırıcı transmitteri, mediatorları hesabınadır. VIP, GIP, azot oksid daim tonusda saxlayır. Bu vazointestinal peptid və yaxud da gastrointestinal peptid və yaxud da azot oksid müxtəlif faktorların təsirindən o neyrogen kələfdə əmələ gəlməyi ya azalır, sinirin degenerasiyası hesabına, ya da müxtəlif xəstəlik iltihab proses nəticəsində o kifayət qədər istehsal olunmur və onda aşağı sfinkterin deməli disfunksiyası, o cümlədən onun kardial çatmamazlıq formalaşır. Və bu get-gedə əgər vaxtında tədbir görülməzsə, bu sfinkterin boşalması, sonra da o diafraqmal əzələnin haradasa aşağı sfinkterin daha da möhkəmlənməsində iştirak edən əzələnin dilatasiya olunması hesabına yırtıq formalaşır. Bəzən bizim cərrahlar deməli çox tərifləyirlər ki, bunu ancaq əməliyyatla, əməliyyatsız mümkün deyil. Bu yırtığın iki forması olur. Sürüşən yırtıq, bir də paraezofagal yırtıq. Paraezofagal yırtıq nadir hallarda olur. O mütləq cərrahi müdaxilə ilə, cərrahi müdaxiləsiz mümkün deyil. Demək olar ki, mümkün deyil.
Amma aksial yırtıq isə müalicə lazımdır. Yəni, hər bir insan düşünməlidir ki, yəni ona Allah tərəfi, o körpə uşaqlarda yaş yarıma qədər açıq olur, aşağı sfinkter. Yaş yarımdan sonra o bağlanır, formalaşır, yəni tonusu özünə gəlir. Amma yaş yarımından sonra formalaşan sfinkterin tonusu sən müxtəlif xəstəliklər nəticəsində diqqətsiz olub, müalicə olunmadan tonusunu itirib, həm kardiyan sfinkterin çatmamazlığını qazana bilər, yırtığına qədər gətirib çıxarda bilər. Həkim ora 2 saf vurmaqla sonraki o yırtığı əmələ gətirən səbəbi aradan götürməsə, o yenə yırtılacaq. Allah verəni yırtmısan. Bəndənin, həkimin orada vurduğu 2 dənə safı yırtmaq heç etmədi. Nə vaxt ki, onu əgər elə bir ağır forması ola bilər ki, doğrudan da o çox nadir olur. Mən artıq neçə illərdə elə bir dənə xəstəmi mən deməli, yemək borusunun aşağı sfinkteri ilə əməliyyata göndərməmişəm. Amma əksinə dəfələrlə görmüşəm ki, əməliyyat olunanlar necə zülüm çəkir, daha pis vəziyyətə düşür. İçindən tək-tək ola bilər, haradasa uğurlu olsun. Amma əksəriyyətin uğursuz. Onun da niyə yırtırın sualına cavab verə bilməsən, yemək borusunun aşağı sfinkterin, o yenə də həmin vəziyyətə gələcək. O səbəbi təyin olunmalıdır ki, əksində ona görə olur ki, mədədə deməli turşuluq həddən artıq çox olur və mədənin qələvi rezervi onun öhdəsindən gəlmir ki, peristaltika proksimaldan distala olanda qəbul olunan qida dəqiqədə 3 dəfə qələviləşib porsiya 12 barmaq bağırsağa ötürülməlidir. O deməli pilorik kanalın mədənin pilorik kanalın sfinkterin deməli gücü mədənin deməli yemək borusunun aşağı sfinkterin gücündən çox olarsa, təbii ki, gec-tez o yırtığı əmələ gətirəcək. Sfinkterdə bir dəqiqədə, yəni pilorik kanalın sfinkteri bir dəqiqədə 3 dəfə yığılıb açılır. O mədə boş olanda həmişə açıq olur, amma aşağı sfinkter həmişə bağlı olur. Necə ki, yemək, su içildi, o başlayır işə düşməyə bir dəqiqədə 3 dəfə normal halda. Bir dəqiqədə 3 dəfə yığılır, açılır. Və əgər mədənin turşuluğu hər hansı bir səbəbdən həddən artıq çoxdursa, o 12 barmağa ötürəndə də 12 barmaq mexanoreseptor deməli hiss eləyir ki, turşuluq çoxdur, atır dala möhtəviyyatı. Möhtəviyyat dala atılanda həm pankreatik şirəni, həm də ödü atır mədiyə. Bu da mədə üçün bir xoşa gəlməyən möhtəviyyatdır. Mədə qələviyə örgənməyib, 12 barmağın möhtəviyyatı qələvidir. Mədə turş mühitə örgənib, turş mühitə hesablanıb. Ona görə də bax, belə bir disfunksiya əmələ gəlir və bu da bu şeylərlə nəticələnir. Demək istəyirəm ki, yemək borusunun aşağı sfinkterinin çatmamazlığından tutmuş müəyyən həddə qədər yırtıqları demək olar ki, tamamilə düzəlir. Bir şərtlə el qaydasında dediyimiz kimi arxın qabağın açmağı bacarasın. Arxın qabağın, yəni mən üzr istəyirəm, bu arx deyirəm, həzm sistemində mədənin çıxacağı var, girəcəyi var. Çıxacağı daim normal işlətsən, ona nail olsan, ağılla, məntiqlə, heç vaxtı yemək borusunun yırtığı genəlməz. Olan da get-gedə nisbətən formalaşar. Sağ olun.